Zaminlik hüququndan danışırıq. Pərvanə xanım, kreditə zamin duran şəxs hansı hallarda borcu ödəməyə məcbur qalır? Bu çox geniş bir sahədir. Kreditdə zamin duran hər bir şəxs başlıca olaraq onu bilməlidir ki, zamin durduğu şəxsdə tam arxayın olmalıdır. Çünki həmin şəxs öhdəliyi icra etmədikdə zamindən tutulacaq həmin məbləğ. Yəni əsas cavabdeh qədər zamin də öhdəlik daşıyır. Yəni məsuliyyətlər bərabərdir. Əsas borclu öz borcunu ödəməlikdə, demək bank zamindən borcu ala bilər, bəli, tələb edə bilər. Bəli. Bəs zamin sonradan bu öhdəlikdən imtina edə bilər? Zamin sonradan öhdəlikdən biz qarşı tərəflə danışır, cavabdehlə danışır. Cavabdeh banka müraciət edir. Bank əgər razılıq verirsə ki, zamini başqa bir zaminlə əvəz eləməyə, həmin halda zaminlikə xitam verilə bilər, onun yerinə başqa bir zamin. Əgər o, yenə də deyirəm, bank buna razılıq verirsə ki, zamin başqa bir zaminlə əvəz olunsun, o halda zaminliyə xitam verilə bilər. Zaminliklə bağlı yəni tələblər çoxdur. Faktiki olaraq zamin öhdəliyi bilməlidir ki, vaxtında cavabdeh icra etmədikdə birbaşa məsuliyyət zaminliyin üstünə düşür. Bəs son zamanlar belə şeylərlə bəzən daha doğrusu rastlaşırıq ki, vətəndaşın xəbəri olmadan kimsə gedib bankdan kredit götürüb və kimisə zamin yazdırıb orada. Bəs bu halda vətəndaş nə edə bilər? Yox, bu tərəfin xəbəri olmadan onu zamin yazdırmaq, bu məhkəmə mübahisəsidir. Həmin şəxs məhkəməyə müraciət edə bilməlidir ki, mütləq bank mənlə əlaqə saxlamayıb, məndən heç bir yazılı razılıq almayıb, mən heç bir sənədə imza atmamışam, məni zamin kimi göstərir. Yəni məhkəmə mübahisəsidir. Bu məhkəmədə mübahisələndirə bilər. Əgər vətəndaş gedib kredit götürürsə, orada kimisə zamin göstərirsə, bank mütləq həmin şəxslə əlaqə yaratandan sonra mı onu qeydiyyata almalıdır? Bəli, üç tərəfli müqavilə bağlanır orada. Zaminlə, cavabdehlə, əsas cavabdehlə və zaminlə bir də bank arası üç tərəfli müqavilə bağlanır orada. O zamin imzası olmadan o müqavilə bağlana bilməz. Deməli, belə hallarda əgər vətəndaşa xəbər yoxsa, bu halda məsuliyyət bankın üzərinə düşür. Əlbəttə, onu sübuta getirməlidir, mütləq mübahisələndirməlidir. Bir də bir şeyi vurğulayım ki, əgər zamin əsas cavabdehin yerinə öhdəliyi icra edirsə, sonradan əsas cavabdehi məhkəməyə verərək ona ödədiyi məbləği ondan geri ala bilər. Təşəkkür edirəm Pərvanə xanım. Buyurun.